Bəs kişilərdə bu necə olur? Kişilərdə isə bunun tam əksidir. Yəni, belə deyə bilərik, kişi hormonu olan testosteron, qaraciyərdə xolesterinlə ifraz olunur və bunun yuxu ilə, çox böyük əlaqəsi var. Yəni, insan nə qədər çox yatarsa, o qədər testosteron qadın hormonuna, estradiola çevrilər. Ümumiyyətlə, indi fikir versəniz, qadınlarımızın, çoxunun yuxusu qısa və keyfiyyətsizdir. Bunun tam əksi olaraq kişilərimizin yuxusu daha uzun və daha effektlidir, belə deyim. Məsələn, adətən hamilə qadınlara məsləhət görülür, yaxşı yatsınlar ki, o zaman prolaktin ifraz olunur, süd ifrazı və s. və ilaxır. Eləcə də qısa və keyfiyyətsiz yuxu yatan qadın artıq testosteronu artmış olur. Yəni, yenə eyni şeyə qayıdırıq ki, onlarda eril enerjinin artması olur. Tam əksi, kişilər daha uzun və keyfiyyətli yuxu yatdıqca artıq testosteron azalır, estradiol qalxır və bu zamanda həmin bu balansı qoruya bilmirik.